Qış fəslində havaların gözləniləndən daha isti keçməsi son dövrlərdə gündəmi məşğul edən mövzulardan biridir. İnsanlar əksər hallarda halsızlıq, baş gicəllənməsi, təzyiq dəyişiklikləri və ümumi narahatlıqdan şikayətlənir. Belə müşahidələr göstərir ki, havanın temperatur dəyişiklikləri insan orqanizminə birbaşa təsir göstərə bilər və müxtəlif sağlamlıq risklərini artırır. Qış fəslində havaların isti keçməsi hansı risklər yaradır? Son həftələr əksəriyyət halsızlıqdan, təzyiqdən şikayətlənir. Bu, havaların təsiridirmi? Global Infoya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son illərdə qış fəslində havaların normadan isti keçməsi artıq nadir hadisə deyil. Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsiri ilə temperaturun mövsümə uyğun olmaması həm ekoloji, həm də sağlamlıq baxımından müəyyən risklər yaradır. Xüsusilə son həftələrdə insanların halsızlıq, arterial təzyiqin dəyişməsi və ümumi zəiflikdən şikayətlənir. Belə müşahidələr göstərir ki, havanın temperatur dəyişiklikləri insan orqanizminə birbaşa təsir göstərə bilər və müxtəlif sağlamlıq risklərini artırır. Qış fəslində havaların isti keçməsi hansı risklər yaradır? Son həftələr əksəriyyət halsızlıqdan, təzyiqdən şikayətlənir. Bu, havaların təsiridirmi? Global Infoya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son illərdə qış fəslində havaların normadan isti keçməsi artıq nadir hadisə deyil. Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsiri ilə temperaturun mövsümə uyğun olmaması həm ekoloji, həm də sağlamlıq baxımından müəyyən risklər yaradır. Xüsusilə son həftələrdə insanların halsızlıq, arterial təzyiqin dəyişməsi və ümumi zəiflikdən şikayət etməsi bu mövzuya diqqəti artırır. Əlavə edim ki, orqanizm mövsümlərə uyğunlaşma mexanizminə malikdir. Qış aylarında damarlar fizioloji olaraq daha yığılmış vəziyyətdə olur, metabolizm və hormonal balans buna uyğun tənzimlənir. Temperaturun qəfil və davamlı şəkildə yüksək olması bu adaptasiya mexanizmini poza bilər. Mahmudov qeyd edib ki, atmosfer təzyiqinin tez-tez dəyişməsi, rutubətin artması və isti-soyuq keçidlərin kəskin olması vegetativ sinir sisteminə təsir göstərir. Nəticədə baş gicəllənməsi, halsızlıq, yuxu pozğunluğu və arterial təzyiq dalğalanmaları müşahidə edilə bilər. Ürək-damar sistemi baxımından da bu dəyişikliklər əhəmiyyətlidir. Temperatur artdıqda periferik damarlar genişlənir və bəzi insanlarda arterial təzyiqin enməsi baş verir. Başqa tərəfdən, maye balansının pozulması, gizli susuzlaşma və ya əksinə maye tutulması, ürək çatışmazlığı və hipertoniya xəstələrində simptomların artmasına səbəb ola bilər.